Qaytarılan tacın nağılı, Şuşanın zəfəri. Biri var idi, biri yox idi. Qədim Azərbaycan diyarında, dağların zirvəsində Şuşa adlı bir şəhər var idi. O Qarabağın tac daşı, mədəniyyətin beşiyi, musiqinin və şairlərin vətəni idi. Şuşa o qədər gözəl idi ki, hər kəs ona heyrətlə baxırdı. Onun qalasının divarları əzəmətli, təbiəti isə bənzərsiz idi. Lakin bir zaman gəldi, qaranlıq buludlar çökdü. Qəddar bir düşmən gəlib Şuşanı əsir aldı. Şəhərin sevinci susdu. Bülbülləri köçdü. Xarı bülbülün ləçəkləri kədərdən sönmüşdü. İllər keçdi. Şuşa intizarla öz qəhrəmanlarını gözləyirdi. Bu zaman uzaq ellərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu yığılmışdı. Onların qəlbində böyük bir vətən sevgisi və tək bir arzu var idi: torpaqları azad etmək. Hər bir əsgər bir cəsur igid, hər bir zabit bir qəhrəman idi. Onlar Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını və digər yurd yerlərini azad edərək zəfər yolunda irəliləyirdilər. Nəhayət yol Şuşaya çatdı. Qala çox yüksəkdə, alınmaz bir yerdə idi. Düşmən elə bilirdi ki, bu qayalara qalxmaq qeyri-mümkündür. Amma Azərbaycan əskəri üçün vətən sevgisindən doğan iradə qədər güclü heç nə yox idi. Onlar sıldırım qayalıqları aşdılar, meşələri yarıb keçdilər. Silahları ilə deyil, cəsarətləri, inamları və əl-ələ vermələri ilə o qalaya dırmaşdılar. 2020-ci il 8 noyabr tarixində səhər açılmamışdan Şuşa qalasına ilk 3 rəngli bayrağımız sancıldı. Bu bir möcüzə idi. Hərb tarixində görünməmiş bir qəhrəmanlıq dastanı idi. Şuşa azad oldu. Həmin an Şuşanın hər yerində sevinç səsi yayıldı. Qaranlıq çəkildi, zəfər günəşi doğdu. Xarı bülbül yenidən açdı. Bülbüllər qayıtdı. Tarın, kamançanın səsi dağlarda əks-səda verdi. Şəhər öz tacını geri almışdı. Azərbaycan xalqı bu tarixi qələbəni bütün dünyaya elan etdi. Şəhidlərimizin ruhu şad oldu. Qazilərimizin igidliyi dillərə düşdü. O gündən etibarən hər il 8 noyabr tarixi Zəfər günü kimi təntənə ilə qeyd olunur. Bu gün birliyin, qəhrəmanlığın və vətən sevgisinin ən böyük rəmzidir. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.